Salam, kanalıma xoş gəlmisiniz. Bugün motivasiya məktubu ilə bağlı video çəkirəm. Motivasiya məktubu nədir, nə üçün lazımdır, necə yazılmalıdır, buraxılan səhvlər nələrdir və s. Bununla bağlı bir video olacaq. Deməli, motivasiya məktubu ümumiyyətcə sizin müraciət etdiyiniz universitetə yazdığınız şəxsi bir məktubdur, yəni. Bu motivasiya məktubu ümumiyyətcə sizin bu ixtisası seçməkdə və yaxud bu ixtisasda təhsil almağı istəməyinizdəki o ana səbəbi göstərən bir məktubdur, yəni. Məsələ budur burada. Motivasiya məktubu, yəni siz kimsiz sualına cavab verir. Niyə bu proqramı seçmisiniz? Niyə iminli bu universitet? Niyə məhz bu universitet? Gələcək planlarınız nədir? Yəni, buradan məzun olduqdan sonra nə etməyi fikirləşirsiniz və bu proqram sizə nə kimi faydalar verəcək? Yəni, bütün bu sualların cavabını birləşdiyi məktuba, necə deyərlər, motivasiya məktubu deyilir. Bu arada motivasiya məktubuna niyyət məktubu da, türkçədə niyyət məktubu da deyilir. Motivasiya məktubu nəyə görə vacibdir? Yəni, az əvvəlki, bir öncəki videoda da bəhs etdiyim kimi referans məktubudur, motivasiya məktubudur. Bu tip tələb olunan sənədlər bəzən son qərar verici sənədlər belə ola bilir. Yəni, sizin qiymətlərinizin, puanlarınızın eyni olduğu və fərqli bir şey axtarıldığı zaman, hansı ki, sizi bu proqrama qəbul edəcək qurum tərəfindən, onlar artıq referans məktubuna, niyyət məktubuna, xüsusən yəni motivasiya məktubuna diqqət edirlər. Yəni, hətta deyərdim ki, niyyət məktubu referans məktubundan da qat-qat önəmlidir. Yəni. Deməli, əziz dostlar, yəni motivasiya məktubu neçə hissədən ibarət olmalıdır? İlk hissədə bir özünüzü tanıtmalısınız. Yəni, burada adınız, bitirdiyiniz ixtisas, hazırda nə işlə məşğulsunuz. Bu arada motivasiya məktubunu CV ilə qarışdırmayın. Yəni, CV çox fərqli bir şeydir, motivasiya məktubu fərqli bir şeydir. İkinci yazılmalı olan şey isə niyə bu ixtisası seçirsiniz? Yəni, burada sırf şəxsi maraqlarınız, yəni ixtisasınızla bağlı araşdırma alanı ola bilər, spesifik bir şey ola bilər. Yəni, bu sahəyə marağım olub və yaxud nə bilim, bakalavr təhsilim zamanı bu sahədə müəyyən bir işlər görmüşəm və yaxud nə bilim, təlimlərə qatılmışam və məndə maraq yaranıb, bu səbəbdən dolayı bu ixtisası oxumaq istəyirəm və s. Bununla bağlı. Yəni, ikinci şey odur ki, niyə bu ixtisası seçirsiniz? Üçüncü isə, niyə məhz bu universitet? Yəni, bu sualın cavabı əmin olun ki, şey deyil. Çünki çox yaxşı universitetdir. Və yaxud, nə bilim, əskərlikdən möhlət almaq istəyirəm, ona görə sizin universitetdə oxumaq istəyirəm. Dırnaq içində zarafat edirəm. Yəni, niyə məhz bu universitet sualının əgər altını dolduraraq yazsaz, yəni bunu bir dayanağa dayandırsaz, inanın ki, onların da xoşuna gələcək ki, siz bu universiteti araşdırmışsınız. Sizin bu universitetlə bağlı, məsəl üçün, əgər bir mühəndislik fakültəsinə müraciət edirsinizsə, orada yəni bir baxın, mühəndislik fakültəsinin uğurları nələrdir, varmı, yoxmu? Varsa orada yazın ki, tutaq ki, bu ildə, bu sıralamada mühəndislik fakültəsi, nə bilim, bu sırada qərarlaşıb, bu da mənim fikrimə təsir edən şeylərdən biridir və s. yəni. Burada, məsəl üçün, dərs alacağınız müəllimlərdən biraz araşdırma eləyin. Əgər orada, məsəl üçün, bəzən olur ki, elə universitetdə elə müəllim olur ki, yəni o ixtisasda o müəllim adla deyilir. Yəni ki, bu müəllim bu fakültənin necə deyərlər, o qoca çinarıdır da bir sözlə, yəni. Onunla bağlı məlumat yazın. Yəni, universitetin araşdırmaları ola bilər, ümumi. Yəni, həqiqətən o universiteti tanıdığınızı, yəni, həqiqətən o universitetlə maraqlandığınızı onlara hiss etdirəcək şeylər yazın, yəni. Laboratoriyaları varsa, bundan bağlı bir-iki cümlə yaza bilərsiniz. Yəni, bunları yazmaq sizi daha inandırıcı edəcək. Bu %100'dür. Dördüncü yazmalı olduğunuz şey gələcək planlarınızdır, yəni. Magistratura və yaxud doktorantura. Yəni, bu gələcək planlarla bağlı magistratura və yaxud doktoranturanı bitirdiyiniz təqdirdə, yəni nə etməyi fikirləşirsiniz? Yəni, akademik fəaliyyətmi, şirkətdə işləməkmi, tədqiqat aparmaqmı və s. Yəni, bununla bağlı orada da mütləq bir şeylər yazmalısınız. Ən sonunda da təşəkkür edib, yenə də yəni, bu ixtisasda təhsil almaq istədiyinizi ifadə edib, yəni məktubu sonlandıra bilərsiniz. Əlavə olaraq bunu qeyd eləmək çox önəmlidir ki, motivasiya məktubu yazarkən mütləq sonda öz ölkəmizə dönüb,
orada fəaliyyət göstərmək, çalışmaq, universitetdə işləmək və s. kimi məqsədləriniz olduğunu qeyd eləməyinizdir. Yəni o ölkəyə mütləq qayıdacağınızı onlar bilməlidir. Yəni bəzən belə olur ki, Türkiyədə qalmaq istəyirəm və s. bunu yazırsınız, amma Türkiyədə biraz vəziyyət başqa cürdür. Yəni hal-hazırda mütləq ölkəmə qayıdacağam və bu sahədə çalışacağam, burada işləməyi hədəfləyirəm və s. Bununla bağlı orada 1-2 cümlə, yəni sizin qayıtma niyyətiniz olduğuna bağlı 1-2 cümlə orada olmalıdır. Motivasiya məktubu da uzaq bir səhifə olmalıdır, bir səhifəni keçməməlidir. Yəni hazır mətnlərdən uzaq durmağa çalışın. Süni intellekt istifadə edə bilərsiniz, ancaq kişiselləşdirilmiş, yəni sizə özəl bir prompt girməlisiniz. Yəni yoxsa yapay zəkaya desəz ki, mənə motivasiya məktubu yaz, həmən dəqiqə yazacaq, amma bu sizlə bağlı bir şey olmayacaq. Yəni və qarşı tərəfində anlayacağı bir şey olacaq. Buna ehtiyac yoxdur. Ümumi cümlələr yazmaqdan uzaq durun. Yəni işte mən bu universiteti çox sevirəm və yaxud bu universitetin olduğu şəhər turistik şəhərdir deyə gəlmişkən də bir də tətil eləmək istəyirəm. Məsələn, bu tip şeylərdən, yəni bu fikirləri verəcək şeylərdən uzaq durun. Yəni 4-cü səhvdə xüsusən türkcə yazırsınızsa ki, ya türkcə, ingiliscə yazacaqsınız. Yəni burada orfoqrafik səhvlərdən də uzaq durun. Çünki siz bir akademik quruma müraciət edirsiniz. Orada düzgün türkcə, düzgün ingiliscə istifadə eləməyə məcbursunuz. Yəni yoxsa sizi ciddiyə belə almırlar, yəni. Motivasiya məktubu ilə bağlı sizə deyəcəklərim bu qədərdir. İzlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, like qoymağı, rəy yazmağı unutmayın. Bir sonraki videoda görüşmək üzrə.